Salam hörmətli müəllimlər, dəyərli müdavimlər. Bugün birlikdə bilik və taksonomiyaya aid 20 dənəlik sınağın izahına baxacağıq. Qeyd edeyim ki, burada olan suallar əvvəlki illərdə MİQ və sertifikasiya imtahanında istifadə olunmuş sual nümunələridir. Burada həmçinin biz sualları ancaq cavablarına yox, eyni zamanda mövzunu da təkrarlamış olacağıq. Sınaq izahı boyunca sizə bir neçə qısa qeydlər, konspekt kimi nümunələr deyəcəm ki, onları da öz dəftərinizə qeyd edə bilərsiniz. Onu da deyim ki, bilik və taksonomiya həm MİQ-də, həm sertifikasiyada yəni olmazsa olmaz mövzulardan biri və birinciləridir. Belə deyim, bilik və taksonomiya. Bilikdir, taksonomiyadır, inteqrasiyadır, təfəkkürdür. Növbəti sınaqlarımızda artıq bunların içində təfəkkürdə olacaq. Bir növbəti sınaqda bilik, taksonomiya, təfəkkür, inteqrasiyada olacaq. Gəlin başlayaq bir yerdə. İlk öncə bilik və taksonomiyanı yaxşı şəkildə öyrənək ki, sonra təfəkkür və inteqrasiyaya aid olan sınaqları düzgün şəkildə cavablandıra bilək. Başlayaq birinci sualdan. Sualları gəlin birlikdə tapmağa çalışaq. Deyir, müəllim, bir-birimizə hörmətlə yanaşırıq mövzusunda dərsi keçərkən şagirdlərdən davranış məsələlərin hansının ictimai nəqliyyatda, baxın, digərləri ilə müqayisədə daha mühüm, daha vacib, ən mühüm, ən vacib olduğunu soruşur. Deməli, bir-birimizə hörmətlə yanaşmaq mövzusunu keçirik. Orada bir sıra davranış məsələləri var. Baxın, çoxlu məsələlər var. İndi deyirəm ki, bu məsələlərin içindən hansı daha mühümdür, daha vacibdir? Ən mühüm, ən vacib deyiriksə hansı mərhələ idi? Ümid edirəm ki, artıq cavabı özünüz tapdınız. Bəli, təhlil etmək mərhələsidir. Yəni, bunu demək üçün də fərqləndirib daha mühüm olan tapırıqsa, məntiqimizi işə salırıq da, konseptual biliyimizi işə salırıq. Sualın düzgün cavabı oldu A variantı. Baxaq ikinci suala. Hər dəfə baxın, təhlilin artıq tapmağın yolunu bildik. Növbəti sınaqlarda biz bunu tətbiq edəcəyik. Baxın ikinci suala. İkinci sualda nə yazıb? Deyir, müəllim şagirdlərə 2015-ci ildə baş vermiş hadisələrlə bağlı həlledici məqamları göstərmək üçün sxem hazırlamağı tapşırdı. Ümumiyyətlə, dəyərli müdavimlər, dəyərli müəllimlər, sxem hazırlamaq gördünüz, gedimiz ya yaratmaq, ya digər variantları axtarmırsınız da. Sualın mahiyyəti tamam fərqlidir. 2015-ci ildə baxın, çoxlu hadisələr baş verib. Çoxlu hadisələr olub 2015-ci ildə. Deyir, hadisələrlə bağlı həlledici məqamlar, bütün məqamları deyir, sxemin içinə yerləşdirmə, lazım deyildir. Həlledici məqamları, vacib olan məqamları yerləşdirin. Artıq siz burada önə çıxardacaqsınızmı? Bəli, həlledici, mühüm, vacib, ən mühüm olanları önə çıxardacaqsınız. Deməli, sualın düzgün cavabı nə olacaq? Bəli, təhlil mərhələsi. Xüsusiyyətləri daha çox vurğulayıram ki, həm dərsi daha yaxşı öyrənmiş olasınız, həmçində cavabı məndən qabaq özünüz tapasınız. İkidə düzgün cavab oldu B variantı. Üçüncü suala baxırıq. Şagird çalışma kitabında verilən trapesiya nəzər salanda anlayır ki, onun sahəsini hesablamaqdan ötürü İlk növbədə oturacaqlarını və hündürlüyünü tapmalıdır. Deməli, trapesiyanın sahəsini hesablamaq üçün uşaq düşünür ki, birinci bunun oturacaqlarını tapmaq lazımdır, sonra hündürlüyünü. Yəni, topla, vur, çıx, böl, hündürlüyünü tap, sonra da sahəsini tap. Deməli, burada artıq uşaq nə edir? İş görür, proses gedir, həll edir, hesablayır, yerinə yetirir. Deməli, sualın düzgün cavabı nədir? Prosedural bilik. Burada, baxın, dəyərli müdavimlər. Deməli, burada anlamaq sözü var, baxın burada. Şagird trapezi nəzər salanda anlayır ki, görən kimi gəlib konseptual götürmür. Çünki cümlə qutarmayıb. Burada bilirəm ki, konseptual fikirləşən müdavimlərimiz ola bilər aramızda. Ona görə izahını verirəm. Sahəsini nəzər salanda anlayır ki, sahəsini hesablamaqdan ötürü, deməli, hesablayır, vurur, toplayır, çıxır, bölür. Onun oturacağını və hündürlüyünü tapmaq lazımdır. Yəni, hesablamaq lazımdır. Haşı tapmalıyıq, oturacağı tapmalıyıq və s. Deməli, sualımızın düzgün cavabı nə oldu? Bəli, prosedural bilik D variantı. Dördüncü suala baxırıq. Kimya dərsində şagird alkanların fiziki və kimyəvi xüsusiyyətləri haqqında məlumat verir. Baxın, deyir ki, kimya dərsində şagird alkanların, indi mən sizə sual verirəm ki, alkanların fiziki və kimyəvi xüsusiyyətləri haqqında məlumat verin. İndi mən ixtisasım kimya deyil, mən hardan biləcəm alkanların fiziki və kimyəvi xüsusiyyətləri hansılardır? Deməli, məndə hansı bilik olmalıdır? Dəqiq fakta əsaslanan, kitabda olan bir məlumatdır. Bəli, bu faktoloji və ya deklarativ bilikdir. Digər variantları çıxdıq, nə gözəl. Əlimizdə qaldı A variantı, Y variantı. Hə, indi iki variant da var.
Terminoloji və spesifik. Dəyərli müəllimlər, dəyərli müdavimlər. Alkan, alkan termindir. Tez gedim A variantını götürüm. Xeyr. Sualda başqa şey soruşur. Alkanların fiziki və kimyəvi xüsusiyyətləri haqqında məlumat verirəm. Nəyinsə xüsusiyyəti haqqında məlumat vermək, bunu da qeyd eləmək istəsəz eləyərsiniz. Birinci nümunə kimdə deyirəm ki, qeydiyyat aparmaq istəsiniz. Nəyinsə xüsusiyyətləri haqqında məlumat verirəmsə, o spesifik biliyə aiddir. Düzgün cavabımız olur Y variantı. Deyə bilərsə, axı mənim alkan termindir, olsun da alkan termindir. Mən deyirəm ki, alkanın xüsusiyyətləri haqqında mənə danış. Deməli, xüsusiyyətləri haqqında məlumat vermək hər aid oldu. Spesifik biliyə. 4-cü sualın düzgün cavabı oldu Y variantı. Daha sonra baxırıq 5-ci suala. Deyir, şagird biologiya dərsində fotosintez prosesinin təbiətdəki rolunu və mahiyyətini öz sözləri ilə izah edir. Dərsi öyrəndi, lap yaxşı. İndi bu dərsi, baxın, fotosintez dərsini və təbiətdəki rolunu öz sözləri ilə izah edir. Gərək mən həmin dərsi izah eləməyim üçün gərək özüm başa düşüm, dərk eləyim ki, hələ öz sözlərimlə də izah eləyim. Hansı biliyə aid olacaq bu? Bəli, konseptual biliyə aid olacaq. Düzgün cavab oldu C variantı. Bir də onu qeyd edelim ki, dəyərli müəllimlərimiz, bu sınaqda, ümumiyyətlə nəinki bu və digər sınaqlarda bütün fənlərə aid nümunələr qoymuşam. Fikir verirsinizsə, bayaq tarixdən nümunə görə bilərsiniz, riyaziyyatdan, biologiyadan bütün fənlərə aid nümunələr qoyuram ki, bütün ixtisas müəllimləri yararlana bilsin. Deməli, 5-də düzgün cavabımız oldu C variantı. Baxırıq 6-ya. Tarix dərsində müəllim şagirdlərə 2 sual verir. Birinci sual belədir. Şirvanşah 1-ci Axsistanın hakimiyyəti dövründə hücum edən və mənbələrdə adı çəkilən dəniz tayfası hansıdır? Bu birinci sual. İkinci suala baxırıq. İkinci sual isə deyir belədir. Qafqaz Albaniyasında xristianlığın yayılmasında mühüm rol oynamış və mənbələrdə adı çəkilən yepiskop kim olmuşdur? Kimi belə suallar verir. Deyir ki, müəllim belə suallar verərək şagirdə hansı biliyini yoxluyur. Tutaq ki, mən şagirdə belə sual verirəm ki, görüm mənim şagirdimdə bu bilik növü var, yoxsa yoxdur? Hansı biliyi yoxluyur sizcə? Bəli, baxın, bu hazır tarixi fakta əsaslanmış bir məlumatdır. Oturub uşaq məntiqlə tapmayacaq ki, sualın cavabını. Bilirəmsə cavab verəcəm, bilmirəmsə cavab verə bilməyəcəm. O hansı bilikdə idi? Bəli, deklarativ və ya faktoloji bilik. Düzgün cavab oldu Y variantı. A-nı niyə götürüm ki? Mən burada metakognitiv yoxdur ki. Ona görə düzgün cavabımız oldu Y variantı. 7-yə baxırıq. Şagird musiqi dərsində, fikir versiniz, baxın, bütün fənlərə aid nümunələr var burada. Şagird musiqi dərsində notlardan istifadə edərək pianoda sadə melodiyanı ardıcıl qaydada ifa edir, barmaq yerləşməsini və ifa ardıcıllığını düzgün tətbiq edir. Bir də onu deyim ki, dəyərli müəllimlərimiz, misal deyə bilərik ki, bu 7-ci sual mənim ixtisasım musiqi deyil, bunu buradan çıxırıq. Elə bir şey yoxdur. Bizim müdavimlərimiz hər birini işləməlidir. Yəni, bu musiqi də olsa tapacam. Mən əgər biliyin növlərini bilirəmsə, taksonomiyanın mərhələlərini bilirəmsə, mən onu tarix, riyaziyyat, bütün fənlərə tətbiq edə bilərik. Yəni, bunu da qeyd edeyim ki, dəyərli müəllimlərimiz, yəni bu sualları görəndə deməyində bu musiqidir mənə aid. Tarixi mən yazacağam, riyaziyyat mənim fənnimdir. Yox, hər birini yazmalıyıq. Ona görə bütün fənlərə aid nümunələr var bu testdə. Baxın, deyir, şagird musiqi dərsində pianodan istifadə edir, sadə melodiyalar ardıcıl qaydada ifa edir, barmaq yerləşməsini və ifa ardıcılığını düzgün tətbiq edir. Deməli, öyrəndiklərini həyata keçirdir, ardıcıl şəkildə musiqi ifa edir. Hansı biliyə aiddir bu? Bəli, bu düzgün cavab olur. Prosedural bilik. 7-də oldu D variantı. 8-ə baxırıq. Şagird not dəftərində yazılmış ritm sxeminə uyğun olaraq 4/4lük ölçüdə əl çalma və ayaq vurma ardıcıllığını düzgün yerinə yetirir. Deməli, indi musiqi müəllimləri bunu tam başa düşəcək ki, sualın şərti nədən danışır? Əslən, bütün ixtisas müəllimləri başa düşür. Yəni, bunları əl çalmadı, ayaq vurmanı ardıcıl şəkildə yerinə yetirir. Bir işi ardıcıl şəkildə yerinə yetirirəmsə, iş görürəm, proses görürəm deməkdir. O hansı biliyin növündə idi? Bəli, prosedural bilikdir. Xüsusiyyətləri daha çox vurğulayıram ki, cavabı məndən qabaq özünüz tapasınız. Düzgün cavab oldu D variantı. Baxırıq 9-cu suala. Şagird Azərbaycanın iqlim xüsusiyyətlərinə nəzərsə, bu sertifikasiya imtahanında istifadə olunmuş sual nümunələrdir bu arada. Yuxarıdakılarda MİQ imtahanında istifadə, yəni qarışıqdır, həm MİQ, həm sertifikasiya nümunələri var. Şagird Azərbaycanın iqlim xüsusiyyətlərini nəzərə alaraq
Kənd təsərrüfatının inkişafı üçün yeni əkin sahələrinin yerləşmə sxemini tərtib etməlidir. Vergül. Uyğun bitki növlərini seçir və nəticəni xəritə üzərində təqdim edir. Baxın, situasiyanı oxuyanda nə başa düşdük? Deyir ki, deməli, iqlim xüsusiyyətlərini nəzər salır. Yeni əkin sahələri yerləşdirir. Baxın, bu əkin sahələridir. Orada deyir ki, məsəl üçün, bu əkin sahəsinə bu bitki növü uyğundur. Bu birisinə bu bir bitki növü uyğundur və onu xəritə üzərində təqdim edir. Görün, nə qədər yaradıcı bir insandır ki, yeni əkin sahəsinin sxemini çəkir, bitkiləri yerləşdirir və onu təqdimat eləyir. Hansı taksonomiyanın hansı mərhələsi olar bu? Bəli, yaradıcı insandır da bu, yaratdı özündən. Olmayan bir şey, yeni bir şey yaratdı. Hansı mərhələsinə aid olacaq? Bəli, yaratmaq. Düzgün cavab oldu. Y variantı. 10-cu suala baxırıq. Müəllim texnologiya dərsində şagirdlərə belə bir tapşırıq verir. Müəyyən ölçüyə uyğun silindr kəsin. Deməli, uşaqlar nə etməlidir? Qayçını götürüb kağızın üzərində müəyyən ölçüyə uyğun silindr kəsməlidir. İndi öyrətmişəm ay uşaqlar sizə. İndi zəhmət çəkin, qayçını götürün, kağızdan bir silindr kəsin. Öyrəndiklərimi nə edirəm? Həyata keçirdirəm. Yəni nə edirik biz burada? İş görürük, proses görürük. Prosedural bilik. Məsəl üçün, baxın, iki variantda prosedural var. B-də var, Y-də var. Uşaq nə yaratdı ki? Mən silindr kəsməyi, silindr öyrətmişəm kəsməyi. İndi öyrəndiyində həyata keçirdi. Nə yaratdı ki? Heç nə yaratmadı. Öyrəndiklərini həyata keçirmək. Tətbiq, vergül, prosedural bilik. Düzgün cavabımız oldu B variantı. 11-ci suala baxaq. Cavabını da gəlin birlikdə tapaq. Deyir, müəllim ədəbiyyat dərsində şagirdlərə evə əsər oxumağı tapşırır. Leyla adlı şagird əsərin məzmununu, baxın, bunu dərsdə də demişdik, daha yaxşı yadda saxlamaq üçün əsər əsasında çəkilmiş film izləməyin özü üçün səmərəli yol olduğunu müəyyənləşdirir. Yəni, Leyla düşünür ki, mən belə əsəri oxusam yadımda qalmayacaq, gedim əsər əsasında çəkilmiş filmə baxım, onda əsərin məzmunu daha yaxşı mənim yadımda qalacaq. Tutaq ki, Leyla mənəm. Mən özüm üçün lazım olan yolu, strategiyanı bilirəm. Mənim hansı biliyim var sizcə? Bəli, özü üçün yol müəyyənləşdirir. Bu daha yaxşı öyrənmək yolunu, strategiyasını bilmək, bəli, bu metakognitiv biliyə aiddir. Xüsusiyyətləri dəfələrlə vurğulayıram ki, həm mövzunu təkrarlanmış olaq, həmçində cavabı siz tapasınız. Bəli, düzgün cavabımız oldu metakognitiv. Baxırıq 12-ci suala. 12-də nə yazılıb? Deyir, müəllim şagirdlərə deyir ki, biz imtahana yüksək motivasiya ilə hazırlaşırıq cümləsini sintaktik təhlil etməyi tapşırır. Deməli, cümləmiz budur. Biz imtahana yüksək motivasiya ilə hazırlaşırıq cümləsini sintaktik təhlil etməyi tapşırır. İndi əziz şagirdlər, gəlin bu cümləni eləyin, sintaksiz təhlil eləyin. İndi gəlin eləyirlər uşaqlar. Necə eləyəcəklər? İndi öyrənmişik, mübtədanı necə tapırlar, xəbər, təyin, tamamlıq və s. Öyrəndiklərini gəlib bu cümlədə nə eləyəcəklər? Bəli, tətbiq eləyəcəklər. Öyrəniblər, indi həyata keçirirlər, yerinə yetirirlər. Tətbiq etmək mərhələsi vergüllə prosedural bilik. Yəni, mübtədanı tapırlar, təyin, xəbər, tamamlıq və s. Ard-arda bütün hər şeyi tapacaqlar. Olacaq nə? Tətbiq, vergül, prosedural. Baxaq 13-cü suala. İqlim dəyişikliklərin kənd təsərrüfatına təsiri mövzusunda verilmiş iki mütəxəssisin fikrini oxuyun. Hər iki mütəxəssisin fikirlərini və onları dəstəkləyən arqumentləri ümumiləşdirin. Görən kimi gedib antlamaq götürmürsünüz. Çünki cümlənin ardı var. Sizcədir, hansı mütəxəssis daha əsaslı, daha inandırıcı arqumentlər gətirib? Deməli, çoxlu arqumentlər var. Siz onların içindən daha əsaslı, daha inandırıcı olanları seçməlisiniz. Dəyərli müəllimlər, bayaqdan buna uyğun bir-iki dənə də sual oxumuşduq. Hansı mərhələ oldu bu? Bəli, bu təhlil mərhələsi oldu. Çünki önə çıxardıq daha əsaslı, daha inandırıcı olanları tapın deyirsə, bu təhlil etmək mərhələsinə aiddir. Ümid edirəm ki, 13 artıq özünüz tapdınız. 14-ə baxaq. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. Deməli, proqramlaşdırma ilə həll eləyəcəyik. 14-cü sualın mahiyyəti nədən ibarətdir? Gəlin, oxuyaq, elə təhlil eləyək. Deyir ki, 14-də. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. İndi koordinatları bunları veriblər bizə. Proqram istifadəçidən D ədədi üçün
giriş qəbul etməli və məsafəni onluq kəsir şəklində çıxışa göndərməlidir. İndi ixtisası informatika olmayan müəllim deyə bilər ki, müəllim biz bunu necə tapaq? Biz hardan bilək ki, bu taksonomiyanın hansı mərhələsinə aiddir? Narahat olmayın, buna uyğun nümunə izah eləmişəm. Hətta mənasını demişəm ki, ona uyğun biz birlikdə tapacağıq bunu. Deməli, istifadəçi input funksiyalar D koordinatları daxil etməlidir. Proqram məsafəni Pifaqor teoreminə əsasən hesablamalıdır. Dəyərli müəllimlərimiz, bunu biz dərsdə necə demişdik? Düsturdan istifadə eləyərək. Baxın, yazılıb da burada. Pifaqor teoremindən istifadə eləyərək. Bu keçən il imtahan sualıdır. Pifaqor teoremindən istifadə eləyərək, düsturdan istifadə eləyərək. İndi bu informatika olmasın, riyaziyyat olsun. Başqa bir fənn olsun, heç bir fərqi yoxdur. Düsturdan istifadə eləyərək həll etmək, hesablamaq harda demişdik? Yeniliyə əsasən. Bəli, dəyərli müəllimlərimiz, anlamaq mərhələsidir. Bu yeniliyə əsasən anlamaqdır. Deməli, necə oldu? Teoremdən, düsturdan istifadə eləyərək həll etmək, hesablamaq harda olacaq? Anlamaqda olacaq, bəli. İxtisasınız informatika deyilsə, narahat olmayın. Biz artıq qaydasını bildiyimiz üçün hər hansı bir fənnə aid nümunə verirsə, biz onu rahat şəkildə tapa biləcəyik. Düzgün cavabımız oldu nə? Anlamaq mərhələsi. 15-ə baxırıq. Şagird, səhra, bu da imtahan sualıdır. Şagird səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Mənbədə səhralaşmanın səbəbləri, təsirləri və qarşısının alınması yolları göstərilir. Mətnə əsaslanaraq, indi ola bilər ki, bura qədər heç bir hansı mərhələ aid olunu tapa bilmədik. Narahat deyilik, sonunu oxuyaq. Mətnə əsaslanaraq, səhralaşma probleminin əsas səbəblərini, vurduğu zərərləri müəyyən edin. Mətnə əsasəndir, fikirlərinizi əsaslandırılması üçün ən azı 2 arqument gətirməlisiniz. Baxın, indi bir dənə cümlənin əvvəlinə qaydın, görün burada nə var idi? Deməli, baxın, səhranın belə olması üçün çoxlu səbəblər var. Səbəblər, qarşısına alınması yolları var. İndi ikinci etapa baxırdıq. Mətnə əsaslanaraq səhralaşma problemi əsas səbəblərini, yəni çox səbəb var səhranın belə olmasına, amma siz əsas səbəblərini tapmalısınız. Bir çox səbəblər var, səhranın belə olub, yəni bu səbəblərdən səhra belə olub. Amma siz əsas səbəblərini tapmalısınız. Yəni, əsas səbəbi, vacib olan səbəbləri tapdığınız üçün sualın cavabı nə olacaq? Bəli, dəyərli müəllimlər, təhlil etmək mərhələsi. Təhlil. Düzgün cavabımız oldu? S variantı. 16-ya baxırıq. Riyaziyyat dərsində müəllim şagirdlərə kəsirlər mövzusunu keçir. Və, məsələn, bəzən müəllimlər bura qədər oxuyur, baxın, kəsirlər mövzusunu keçir, gedək tətbiq axtaraq variantlarda, yox, elə bir şey eləməyin. Cümləni axıra qədər oxuyaq. Deməli, kəsirlər mövzusunu keçir və dərsi möhkəmləndirmək üçün müəllim şagirdlərə oyun qurmağı tapşırır. Yoxdur, heç nə yoxdur. Uşaqlar özləri sıfırdan oyun qurmalıdır. Mən sadəcə kəsirlər mövzusunu keçmişəm. İndi deyirəm ki, uşaqlar zəhmət çəkin, oyun qurun. Olmayan bir şeyi hazırlayırlar. Özlərindən bir oyun quracaqlar. Olmayan bir şeyi hazırlamaq hansı mərhələyə aid idi? Dəyərli müəllimlərimiz, bəli, yaratmaq mərhələsinə aiddir. Düzgün cavabımız oldu, Y variantı. 17-ni oxuyuram. Müəllim şagirdlərə 2 tapşırıq verir. Tapşırıqlardan biri belədir. Son dövrlərdə çay sularının çirklənməsi insan üçün ciddi problem yaradır. Bunu aradan qaldırmaq üçün təkliflər planı hazırlayın. Dəyərli müəllimlərimiz, bunu dərsdə izah edilənə demişdik. Problem var, problemi həll etmək üçün yol deyin, təklif deyin. Mənimdə taksonomiyanın hansı mərhələsi olmalıdır ki, mən hələ yol təklif edə bilim? İndi bunu tapa bilmədik, eyb yox. Əslində tapmışıq, bilirəm, yəni hal-hazırda səsləndirdiyiniz cavablar hansıları, gəlin ikini də oxuyaq. Digər tapşırıq isə belədir. Şəhərimizdə olan, baxın, bu da problemdir. Tıxac problemini aradan qaldırmaq üçün yollar deyin. Deməli, problemi həll etmək üçün yol təklif etmək, plan hazırlamaq hara aiddir? Bəli, yaratmaq mərhələsidir. Çünki problemi həll etmək üçün yol təklif edirəm. Plan hazırlamağım üçün gərək mənim yaradıcılığım ola ki, mən bunları eləyim də. Bəli, bu yaratmaq mərhələsinə aiddir. 18-ə baxırıq. Təsviri incəsənət fənnində müəllim şagirdlərə antik üslub və digər üslublar haqqında məlumat verir. Baxın, üslubları var burada. Bir sıra üslublar haqqında müəllim məlumat verib. Nümunələr göstərir. Daha sonra şagirdlərə belə bir sual verir.
Baxın, bir üslub var, iki üslub var, üç üslub var və s. burada. Sizcə hansı üslub və ya üslublar daha dərin fəlsəfi fikirlərə malik idi? Mən bilirəm ki, müdavimlərimizin, müəllimlərimizin ən çox çətinlik çəkdiyi mərhələlərdən biri bu mərhələdir. Ona görə imtahanda ən çox istifadə olunan sualların içindən bu mərhələyə aid olanları seçib sınağa yerləşdirmişəm. Deməli, bu üslublar haqqında məlumat verdim. Nümunələr də gətir. İndi deyirəm ki, ay uşaqlar, hansı üslub və üslubla daha dərin fəlsəfi fikirlərə malik idi? Önə çıxarmaq ən mühüm, daha vacib önə çıxardırdıqsa hansı mərhələdə idi bu? Bəli, təhlil etmək mərhələsi. Əla. Ümid edirəm ki, bu sınavdan sonra təhlil mərhələsinə aid olan sualları səhv yazmayacaqsınız. 19-a baxırıq. Müəllim biologiya dərsində şagirdlərə belə bir tapşırıq verir. Səhra iguanasının yumurtasından çıxan balaların ikisi erkək, üçü dişidir. İndi bunu bütün ixtisas müəllimləri yazmalıdır. Çünki mənasını bilirik biz, taksonomiyadır, bilikdir tapmağın. Mayalanma prosesində ümumilikdə neçə X cinsiyyət xromosomu olan qamet iştirak etdiyini müəyyən edin, hesablayın. İndi bunu nə etmək lazımdır? Mayalanma prosesinin neçə xromosom iştirak edir. İndi vurub, toplayıb, çıxıb, bölüb tapmalıyam ki, neçə dənə xromosom iştirak eləyib. Deməli, vurmaq, toplamaq, böl, çıx, vur, hesabla deyir yəni. Hansı biliyimizdən istifadə eləyəcəyik? Bəli, prosedural bilik, vergül, hansı mərhələ? Bəli, tətbiq etmək mərhələsi. Deməli, düzgün cavabımız oldu D variantı. 20-yə baxırıq. Tarix dərsində müəllim şagirdlərə belə suallarla müraciət edir. Bələncər döyüşü neçənci ildə baş verib? Bu bir sual. Qoçhisar döyüşü harda baş verib? Həmədan döyüşü kimlər arasında baş verib? Əgər bir şagird olaraq mən bu suallara cavab verirəmsə, mənim hansı biliyim olmalıdır? Bələncər döyüşü neçənci ildə baş verib? Tutaq ki, mən dəyərli müəllimlərimizə sual verirəm. Bu yaddaşa əsaslanan bir sualda məntiqlə oturub tapmayacağam ki, bunu bilirəmsə cavablandıracağam, bilmirəmsə bir saatda məntiqlə düşünüb tapa bilməyəcəm. Aha, bu əla, bu faktolojidir. Deməli, burada olan bütün Qoçhisar döyüşü harda baş verib? Yerin adını demək lazımdır. Həmədan döyüşü kimlər arasında baş verib? Məsələn, 2 dənə dövlətin adını çəkirəm ki, bu iki dövlət arasında baş verib. Bu deməli fakta əsaslanmış məlumatlardır. Ah, nə gözəl. İndi B-ni çıxırıq. D-ni də çıxırıq. Aha. Faktoloji, terminoloji. Aha, deməli, yeni də çıxaq. Aha, 2 variantda, deməli, bizdə nə var? Faktoloji var. İndi, deməli, variant götürünüb biraz da ehtiyatlı olmalıyıq. Ya A-dır, ya C-dir. Baxın, dərsdə necə demişdik? Döyüş neçənci ildə baş verib? Döyüşdə kimlər iştirak edib? Hansı tərəflər iştirak edib? Harda baş verib? Bu suallara cavab verəndə siz terminoloji biliyinizdən istifadə edirsiniz, yoxsa spesifik? Xatırlamaq olduğu dəqiqdir, xatırlamaqdır da, xatırlamalısınız ki, cavab verəsiniz. Burası düzdür. İndi mən sizə sual verirəm ki, Bələncər döyüşü neçənci ildə baş verib, dəyərli müəllimlərimiz? Siz il deyəcəksiniz. İl demək, rəqəm demək termindir, yoxsa spesifikdir? Bəli, spesifikdir. Termin deyək ki, misal üçün mən deyirəm ki, tutaq ki, hər hansı bir il deyirəm. Deyirəm 1918. 1954. Bu 1958 termindir. Yox, 1954 termindirmi? Xeyr, termin deyil, spesifikdir. Deməli, siz verəcəyiniz cavaba əsasən müəyyənləşdirməlisiniz ki, siz, məsəl üçün, mən ifadə eləyəndə termin ifadə eləyirəm, yoxsa spesifik. Mən burada il deyirəm. Harda baş verib? Filan ərazidə baş verib. Kimlər arasında baş verib? Filan iki dövlət arasında baş verib. Deməli, sualın cavabını vermək üçün nə lazımdır? Spesifik bilik lazımdır. Deməli, sualımızın düzgün cavabı nə oldu? Faktoloji, spesifik, xatırlamaq da öz yerində. Çünki xatırlamalıyıq ki, bu suala cavab verəsiniz. Ümid edirəm ki, bu imtahanda istifadə olunmuş sualların həm izahı, həmçinin də göstərdiyim digər nümunələr sizlər üçün faydalı oldu. Bu test izahına məsləhət olar ki, bir neçə dəfə baxasınız ki, təhlil mərhələsidir. Hansı mərhələləri qarışdırırsınızsa, yenidən baxın ki, həmin mərhələlər çox yaxşı şəkildə beynimizdə otursun. Ümid edirəm ki, bu sınaq izahı hər biriniz üçün faydalı oldu.